Möhtəşəm. Mənzərədir bura. Ah, həqiqətən ləzzətdir. Süperdir. Oktyabrda gələndə gecə idi, bu gözəlliklə belə gündüz getməmişdim. Moto ilə gəlmişdim onda da. Sonra qaydanda da yuxarıda Lahıcıdan Dəmirçi yolu ilə getmişdim. Ora ümumiyyətlə ekstrem idi də, yəni. Yol uçub eləmişdi, orada tək, nə bilim, elə bir off-road elədim ki, özümə məəttəl qaldım. Nağar amma, nağarsan qaqa deyir. Nağar acığa deyir. Həqiqətən orada hoqqa verdim də mən. Fırlanıb gəldim oradan Dəmirçiyə, Şamaxıya. Oradan da Pirqulu düşdüm aşağıdan, qayıtdım Bakıya. Möhtəşəmdir buraların mənzərəsi. Gerçəkdən qutablayardım. Qutabın yeridir bax. O xalanın qutabı qəşəng idi, bir dəfə yemişim. Yəni qabaqdakı xalada qəşəng olmalıdır. Saxlayaq bir qutablayaq. Salam. Necəsən? Mən bura gəzəcəm. Gəzdirim. Gəz. Bu yekədir mənim balam, yıxılarsan sən buradan. Hə, aleyküm salam. Hə, bu qardaşdan bir qutab alaq. Çəkiliş gedir. Bax, sənə qoyacağım, YouTube-da göstərəcəklər. Gəl bura çəkim səni. Adın nədir sənin? Zəhra, nə qəşəng adın bu. Özün də qəşəngsən, adın da. Qutab verəsən mənə? Hə. Pişirə bilirsən qutab? Maşallah. Qoy görüm, düşün buradan. Qutabınızı bir dadım. Hə, Zəhra qızımız motoya minmək istədi. Mindirdik onu motoya. Nə qutabı pişirirsiniz? Göydə ancaq. Qarın qutabı, fəsəli. Fəsəli də var, hə, maşallah. Qəşəng. Qiymətləri necədir? Göy qutabı 1 manat 50 qəpiyə, qarın 2 manat, ət 2 manat. Mənə bir dənə göy, bir dənə qarın verin. Gözəllik. Zəhra, düşürsən qızım? Gəl, düşürdüm sən. Ay maşallah. Hop. Sənə YouTube-da göstərəcəklər, baxarsan. Sağ olun, Allah amanında. Qutab da qəşəng idi, mənzərə də, təbiət də. Hər şey gözəl. Getdik Lahıca. Sağ ol, sağ ol. Hə. Zəhra qızımız deməli məktəbdə oxuyur. Deyirəm ki, sinifdə neçə nəfərsən? Deyir, 1 nəfər. Təsəvvür edin. Sinifdə 1 nəfərdirlər. İndividual müəllim yəni. Kəndlər həqiqətən boşalıb. Heç də yaxşı əlamət deyil də. Yəni sinifdə 1 nəfər olmaq o deməkdir ki, kənddə adam yoxdur. Bax, burayla Qaraqaya kəndi sayılır da. Bura Qaraqaya kəndinin yoludur. Lahıc yolunda. Heyf, təəssüflənirəm. Hamı şəhərə qaçır, şəhər həyatı, şəhər fəhləliyi, şəhər satıcılığı, şəhər, nə bilim, afisantlığı. Əsas odur, şəhər olsun. Təsərrüfata dövlət dəstəyi, elə bir güclü dəstək yoxdur, aydın məsələdir. Amma mən elə gəlir ki, təsərrüfat sevdalısı bir şəxs kənd təsərrüfatından söhbət gedir. İllah da bir yolunu tapıb öz təsərrüfatını qura bilər. Sadəcə bunun təbliğatı yoxdur kəndlərdə. Kəndlərdə kənd həyatından qaçmaq üçün variant axtarırlar. Çətindir şərait. Ölkənin bölgələrinin vəziyyəti heç də yaxşı deyil, sosial vəziyyət. Heç ürək açan deyil. Qətiyyən. Mənzərəyə baxın. Hə! Gözəllik.
Zəhra qızımızla maraqlı çəkilişlər elədik. Söhbət də elədik. 2-ci sinifə keçirik Zəhra. Heç baxırsan deyirsən elə bir 4 yaşı var maşallah. Çox da zəki uşaq oxşayırdı. Çox ünsiyyətçil. Doğuşdan ünsiyyətçil olmaq bir avantajdır. Çünki ünsiyyət 21-ci əsr bacarıqlarından sayılır. Təbii ki, ünsiyyət bacarığı sadəcə ekstravert olmaq deyil. Amma ekstravert olanlar daha yaxşı adətən. Etik çərçivələrdə, bax Qaraqaya Murat gördünüz. Etik çərçivələrdə münasibət qururlarsa, ünsiyyət qururlarsa çox tez alındırırlar onu. Çünki heç bir kompleks yoxdur. Kənd, maraqlı kənd. Əslində kiçik kənddə deyil. Niyə məsələn 1-ci sinifdə bir uşaq olsun? Yəni bu dəhşətdir həqiqətən. Normal bir şey deyil. Salam. Uşaqlara xüsusilə maraqlıdır moto. Çox maraqla izləyirlər. Pəncərədən görəndə əl eləyirlər. Mən də mümkün qədər onları əl eləməyə çalışıram. Biraz utancaq uşaqlar əl eləmir. Mən eləyirəm, ondan sonra qarşılıq verirlər. Bax, bu da elə yeri gəlmişkən ünsiyyət məsələsidir. İntrovert insanlar daha içə dönük olur. Daha çox təkliyə meyilli olur. Hər kəslə rahat ünsiyyətə girmir. Daha çox müşahidəçi olur. Diqqət mərkəzində olmağı çox da sevmir və s. və s. özəllikləri var. İntrovert insanlar bu cürdür. Səs tonları da adətən monoton olur. Göz kontaktı, əl hərəkətləri. Çox da energetik danışmırlar. İndi desəm ki, mən də introvertəm, bəlkə inanmazsınız, amma həqiqətən mən introvertəm. Baxmayaraq ki, bütün günü danışıram, ünsiyyətçiləm. Ünsiyyətçil introvertlər də olur da, onlara ambivert deyirlər. Yəni orta və yaxud da ekstravert olub bir sıravi introvert qədər təkliyə meyilli də ola bilər insan. Onlara da ambivert demək olar. Bax elə, mənzərəyə baxaysan. Möhtəşəm. Bu bir terapiyadır dostlar, terapiya. Cavanlaşdırır adamı, bax, belə yerdən moto sürmək adamı həqiqətən cavanlaşdırır. Başqa nə istəyərdim belə yerdə? Düz asfaltda yox, amma ümumiyyətlə dağ yerində sürüləcək şey, çapılacaq şey, daha doğrusu atdır. At çapmağı daha belə peşəkarca öyrənməyə çox istəyərdim. Arzularımdan, xəyallarımdan biridir. Planlarımdan demirəm, çünki hələ real bir şəkildə onu planlamıram. Amma nə vaxtsa inşallah bəlkə buralardır atla keçərik. Ümumiyyətlə kənd həyatı sürməyi nə vaxtsa düşünürəm öz təsərrüfatımla, bəlkə müəyyən onlayn işləri qurmaqla dolanışığımı təmin edə bilsəm, kənd həyatına keçməyi arzulayıram. Yenə də planlamıram, arzulayıram uzaq vadəyə. Yəni cəmaət Lahıcıdan qayıdır bazar günü deyənə. Dağlar, dağlar, tarararay, tayrararay. Möhtəşəm. Hələ mənzərə qabaqdadır, o qayalıq var. Lahıcın qayalığı. Əsl mənzərə oradadır. Offroad da var orada, offroad. Yol da bu yaxınlarda uçmuşdu. Qaya böyük bir dənə. Elə kəndin adına uyğun bir qaya düşmüşdü yolun ortasına.
Dünən Ayaz bəydən soruşdum, dedi ki, yol açıqdır. Ona görə gedirəm. İnşallah ki, bir problem olmaz.